Kiber təhlükəsizlik üzrə əsas hədəflər müəyyən edilməlidir. Bu sahə də kritik sahələrdən biridir. Biz keçən il çox mütəşəkkil və aqressiv kiber hücuma məruz qalmışıq. Onun mənbəyini də biz bilirik və lazımi tədbirlər də görülmüşdür ki, özümüzü bu ciddi problemlərdən biz qoruya bilək. Ona görə bu sahəyə ciddi diqqət göstərilməlidir. Bizdə fəaliyyət göstərən kiber təhlükəsizlik mərkəzi artıq var. Onun işi daim diqqət mərkəzində olmalıdır. Və təbii ki, artıq qeyd etdiyim kimi bu sahədə dünyanın aparıcı şirkətləri ilə təmaslar daha sıx olmalıdır. Və hesab edirəm ki, bugünkü müşavirə və bu məsələnin prezidentin nəzarəti altında olması bir çox bizim tərəfdaşlarımıza da ciddi mesaj olacaq ki, Azərbaycan bu sahəni özü üçün prioritet sayır. Bizə olan imkanlar nədən ibarətdir? Mən sadaladığım üstünlüklər xarici tərəfdaşlarımıza da çatdırılmalıdır. Sadalamadığım üstünlüklər də indi siz tərəfdən də çatdırılmalıdır ki, bu sahəyə biz güclü təkan verək. Və qeyd etdiyim kimi fəaliyyət planı hazırlanmalıdır, mənə təqdim edilməlidir və bugün müzakirə edilən və ediləcək, o cümlədən təqdimatda göstəriləcək məsələlər fəaliyyət planına salınmalıdır.